qaynağından çıxan mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz yaxınlaşır. Əslində Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Deyilənə görə Tanrı ilk insanı, Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insanı düzəldib. Sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yerlərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə yazın, Novruzun müjdəçiləri olan su, od, yel, torpaq çərşənbələri yaranıb. Bugün məhz çərşənbələrin ilki su çərşənbəsidir. Su çərşənbəsinə baharın ilk müjdəçisi də deyirlər. İnancılara görə Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Su ümumiyyətlə dünyanın yaranışında ən vacib elementdir. Suyun ilkin oyanması axar sulara çevrilib və axması, bunun xalq arasında belə inanca görə axar sudan götürüb evlərin təmizlənməsi, bilirik ki, həyət bacanın, ev işlərinin, bütünlükdə o profilaktiki işlərin görülməsi, hər şey su ilə, bütün təmizlik su ilə bağlıdır. Və məhz su təmizlik başlıq mənbəyi olduğu üçün su eyni zamanda bir müqəddəs bir xalqın yaddaşında bir obraza da çevrilir. Hətta su bir qadın obrazı, belə bir şəklində də xalq buna bir özünün bir o nətər deyirlər, düşüncəsində bir yer ayırmışdır. Su çərşənbəsi qeyd etdiyimiz kimi axar sulardan su götürüb həyət bacanı təmizləmək, insanlar o sudan eyni zamanda gətirdikləri sudan içərlər, fikirləşərlər ki, bu çərşənbə suyundan əgər biz istifadə edib bunu öz məişətimizdə, öz həyatımızda tətbiq eləyəriksə, həm təmizlik olar. Siz inanca görə təmizlik bu bayramın ən vacib şərtidir. O suyun üstündən, o arxların üstündən atlanardılar. Hətta indi deyirlər ki, güya ki, ağrım-uğrum odda yansın, amma sudan da atlanma var. Məsələn, bu 4 çərşənbənin əsli qalanda hər hansı birinin özünün bir keçid mərhələsi təşkil edir. Məsələn, sudan atlanma var, oddan atlanma var, havadan keçmə var, kəndirbaz oyunu havadan keçmədir, o da bir keçiddir. Torpaqdan keçmə var, torpağı qazma şəklində o yerin altında bilirik ki, xəstə uşaqları, tutalım ki, əlsiz, ayaqsızları və yaxud da ki, o övladı olmayan insanların oradan keçirərək onlara nicat dilənməsi, övlad arzusu var. Bugün də bölgələrimizdə bu adətlər var ki, qazma şəklində, torpaqdan keçmə. Yəni bu çərşənbələr həm əyləncə şəklində keçirilməsi üçün deyil, xalqın yaddaşında eyni zamanda bir mərhələdir, bir keçiddir. İnsan bu mərhələni keçərsə, növbəti mərhələdə daha faydalı iş görə bilər, daha gözəl o bayramı keçirə bilər və inanc idi, onda yaratmışdı ki, bu ona xoşbəxtlik, sevinç gətirəcək, ona bolluq gətirəcək. Bax, bu su müqəddəs olması eyni zamanda suyun, insanlar məsələn görsən ki, hətta bir yerə səyahətə gedəndə arxasında su atarlar ki, tez qayıtsın. Xalq arasında çoxdur belə inanclar. Suyun müqəddəsliyi, paklığı və s. məsələləri mahiyyətindən doğru bütün bunlar hamısı. Su həm də bolluq və bərəkətin simvoludur. Su çərşənbəsi insanla təbiət arasındakı harmoniyanı xatırladır. Bugün saf niyyətlər tutulur, köhnə inciliklər yulub aparılır. Baharın ilk nəfəsi suyun sərinliyində hiss olunur. Su çərşənbəsi yeniliyin, ümidin və həyatın axıcılığının simvoludur. Arzu edək ki, evlərimizdən ruzi bərəkət, süfrələrimizdən bolluq əksiyi olmasın. Xalqımıza sağlamlıq, əmin-amanlıq və birlik arzuluyuruq. Ömrümüz bərəkətli, yollarımız işıqlı, sabahlarımız firavan olsun. Su çərşənbəsi xalqımıza xeyir və uğur gətirsin. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.